dəyərli cümə namaz iştirakçıları, hər birinizə ikinci xütbədə də təqva məsələsini xatırladıram. Allah inşallah bizə həqiqi təqvalı olanlardan bizləri qərar versin və təqva xəttinə bizi müvəffəq eləsin. Təqvanın həlavətini, təqvanla yaşamağın həlavətini, dadını bizə dadızdırsın inşallah və təqva yolunda daha artıq nailiyyətlərə çatmağa bizi müvəffəq eləsin inşallah. İkinci xütbədə bizim İslam təqvimimizdə ən əlamətdar və ən mühüm hadisələrdən bir məsələyə işarə eləmək istəyirəm. Neçə gündən sonra bizim qarşıda mübarək Qədr gecələri gəlir. İstədim ikinci xütbədə də bir qədər bu hadisə, bu məsələ barəsində siz əzizlərin diqqət nəzərinə bəzi məqamları inşallah çatdırım. Bilirik ki, Quran baxımından Qədr gecəsi bizlərə belə çatdırılır, bizə belə bəyan olunur, biz üçün belə açıqlanır Qədr gecəsi ki, 1000 aydan üstündür. Leylətul qədri xeyrun min əlfi şəhr. 1000 aydan üstün biz gecə ilə qarşımızdadır. 1000 aydan üstün. Bəzən biz bu hadisələrin fəzilətlərini Qədr gecəsinin özündə danışırıq. Ruhu baxımdan, mənəvi baxımdan ona hazırlığımız olmur. Amma lazımdır ki, neçə gün əvvəl də bu hadisələr haqqında danışsınlar. İnsanlar daha artıq hazırlıqla Qədr gecələrinə getsinlər. 1000 aydan üstün məsələsi o şəxslər üçün olur ki, Qədr gecəsini dərk eləyə bilsinlər. Qədr gecəsinin dərkinə nail ola bilsinlər. Onlar üçün bu 1000 aydan üstünlük məsələsi çatır. Düzdür, oyaq qalmaq, ehya saxlamaq Qədr gecəsində hamısına savab verilir. Amma o insanlar o məsələyə, o mühüm məsələyə ki, birdən-birə 1000 ay, 83 il təqribən də, 83 il neçə ay, təqribən 80 neçə il elə nəzərimizdə tutaq. 80 neçə il bir ömürdür də, 80 neçə il bir ömürdür. Sən əgər Qədr gecəsində filan duanı oxuyacaqsan, Coşan Kəbiri oxuyacaqsan ki, hələ bir ki, 80 neçə il hər gecə sən Coşan Kəbiri oxumusan. Filan suranı oxuyacaqsansa, hələ bir 80 neçə il, yəni 80 neçə ildə hər gecə filan namazı qılıb, filan suranı oxuyub, filan duanı oxuyub, o müvəffəqiyyətə, mənəvi dərəcələrə çatacaqdınsa, bu gecə ondan üstündür. Bu gecədə ondan daha artıq sən o müvəffəqiyyətləri əldə edə bilərsən. Yəni, bu məsələni insan dərk eləsə, belə olar da, insan əgər buna doğrudan da qəlbən inansa, bu məsələni doğrudan da ciddi tutsa əgər, onun hər dəqiqəsinin, hər saniyəsinin qədrini bilməyə çalışar. Bu elə belə deyir, bu elə tək bu deyir. Məsələn, yəni bizə bir gecə qismət olacaq inşallah ki, 1000 aydan üstündür, 80 neçə ildən üstündür. Bir gecə deyir, sən gələn ildə buna müvəffəq ola bilərsən. Sən 80 neçə ildə ki, irəli gedəcəkdin mənəvi baxımdan və yaxud da belə deyək, yüksələcəkdin mənəvi baxımdan, bir gecədə bu yüksəliş əldə edə bilərsən, bir sıçrayış edə bilərsən mənəvi baxımdan. Bu belə bir dindir. Allah təbarək və təala belə lütf eləyib, belə inayət eləyib bizə. Belə bir gecələr qərar verib biz üçün, Qədr gecələrini qərar verib biz üçün. Özdə bir dəfə deyir bizim həyatımızda. Gələn il yenə də sən 80 neçə illik məsələn əgər dərk eləsək həqiqətini bu gecənin, bu gecədə o lazımın kimi, o deyildiyi kimi, o haqqını əda eləyə bilsək Qədr gecələrinin, 80 neçə il qabağa düşmüsənsə, gələn il yenə də 80 neçə il. Ondan sonra ola bilər bir insanın ömründə 40 il o Qədr gecəsinin həqiqətini dərk eləsin və bu mənəvi inkişafları əldə eləyə bilsin. Bu elə belə məsələ deyil, bu böyük bir məsələdir. Qədr gecələrinə tam hazırlıqla gəlir. Düzdür ki, biz oxuyuruq, bizim dini dəyərlərimizdə belə deyirik ki, Yədullahi mə'əl cəmaə, Allahın əli cəmaatlandır. Bərəkət, lütf, nəzər, Allah və Allah nümayəndələrinin inayəti cəmaatlandır. İnsan cəmaatdan ayrı düşməməlidir. Amma Qədr gecəsində də çalışmalıdır insan bir neçə dəqiqə, bir 10 dəqiqə, 15 dəqiqə, o burada da elə bu mərasimlərdə də ayrılır da bu xüsusi ibadətlər. O dəqiqələrdə Qədr gecəsi niyə görə Qədr gecəsi olub? Niyə görə bu fəzilət? Qədr gecəsinin fəziləti neyləndir? Qədr gecəsinin fəziləti onunlandır ki, Qədr gecəsində Quran nazil olub. Biz bilirik ki, Quranın nüzulu, nazil olması iki cürədir. Bir, Qədr gecəsində dəf'i nüzuldur, dəf'i, yəni bir dəfə nazil olub, o həqiqəti Quran. Nəinki o surə, Quranlardan gedmir söhbət. Quranın həqiqəti
nazil olub peyğəmbərimizə, Qədr gecəsində nazil olub. Bir bu nüzul-i dəfi deyirlər. Sonra əlbəttə o 23 illik peyğəmbərlik dövründə də müxtəlif zamanlarda zaman da Quran nazil olub. Ona görə o bəziləri deyir ki, filan ayənin ya filan surənin şə'ni nüzulu nədir? Hansı vaxtda nazil olub o ayələr? O da bir buna görə ki, bu gecədə Quran nazil olub, Qədr gecəsində Quran nazil olub, ona görə Qədr gecəsi olub. Bir də Qədr gecəsi eləyən əsas məsələlərdən biri, ikinci məsələ də vilayət və imamət məsələsidir. Vilayət və imamət məsələsidir. Bizim bəzi peyğəmbərlərimizin öz dövrlərində ibadət etmək üçün özlərinə vaxt ayırıblar. Məsələn, Musa peyğəmbər Zilqədə ayında onun ibadət dövrü var da, Quranda da gəlib bu məsələ. Ondan sonra və ətməmnaha bi əşr. Ondan sonra Zilqədə ayını tam Allahla xəlvət eləyir, müraqibə eləyir ki, o dərəcəyə ki ucalmalıdır, ruhu baxımından o dərəcəyə ki o suud eləməlidir, qalxmalıdır o dərəcəyə. O bir ayda Zilqədə ayında nail olmur ona. 10 gündə artırılır. Yəni 40 gün ərzində Musa peyğəmbər o dərəcəyə çatır, olur Kəlimullah. Bizim imamlarımızın da o mənəvi məsələlərdə, o ibadət günləri Ramazan aylarında olub, Ramazan ayında olub. İmamlarımız Ramazan ayında xüsusi tarixində oxumuşuq, Peyğəmbərin tarixində ki, Peyğəmbərimiz Ramazan ayında ibadət eləyərdi, ondan sonra müxtəlif ibadətləri eləyərdi filan. Amma axırıncı 10 gündə öz zövcələrinə deyər ki, da mənim yerimi salmayın. Yatağa getməzdi. Bu qədər ciddi tutardı. İmamlarımız da belə olublar. İmamlarımız da Ramazan ayının, bəlkə də bir illəti budur ki, 19-cu çünki Qədr gecəsində biz belə oxuyuruq. Tənəzzəlül mələikətü və ruh. Bütün mələklər, Allahın müqərrəb mələkləri bu Qədr gecəsində nazil olurlar. Kimə? Kimə nazil olurlar? Zamanənin imamına. İmam Baqir əleyhissalam buyurur ki, öz vacib və müstəhəb namazlarınızda çalışın bu Qədr surəsini oxuyun. İnna ənzəlnah surəsini oxuyun. Çünki o vilayət surəsidir. Vilayət surəsidir. Bundan qəflət eləməyin, əhl-i beyt sevərlərə öz ardıcıllarına tapşırır. Niyə görə? Deyir, hətta bizim də zamanənin imamı olması vilayət məsələsində də bu surədən istifadə eləyin. Bizim müxaliflərimizə qarşı. Onlar ki, sizə dedilər ki, məsələn, inkar elədilər zamanənin imamını. Siz onlara bu ayə ilə, bu surə ilə onlara cavab verin. İnna ənzəlna, bismillahirrahmanirrahim, inna ənzəlnahu fi leylətil qədr və ma ədrake ma leylətul qədr, leylətul qədri xeyrun min əlfiş şəhr, tənəzzəlul mələikətü və ruhu fir, tənəzzəlul mələikətü və ruhu fiha biizni rabbihim min kulli əmr, səlamun hiyə hətta mətla'il fəcr. Yəni bu ayda nazil olur. Tənəzzəl, nüzulu davamlıdır. Yəni o mələklərin nazil olması və o ruh ki, mələklərdən də üstündür, onun nazil olması bir dəfə deyil. Yəni, keçmiş dövrdə bir dəfə nazil olub, qutarıb bu belə deyil. Bəlkə davamlı olaraq nazil olur. Yəni, biz desək, dini terminologiyanın desək, ərəb ədəbiyyatından desək, müzari feilinin üstündə gətirib onu. Yəni, davamlı olaraq nazil olur. Pəs bu dövrümüzdə kimə nazil olur o Allahın mələkləri? Allahın müqərrəb mələkləri, Həzrəti Cəbrail, Həzrəti Mikail, Həzrəti İsrafil, onlar hamzılıqla nazil olurlar. Kimə nazil olurlar? Kimə nazil olurlar? Və o nazil olmaq üçün, onların nazil olmaları da biz deyəndə o maddi nəzərimizdən keçmir ki, hər hansı bir məsələnin, nə bilim, bir canlının, bir qanadlı canlının, quşun nazil olmağına getmir söhbət. Onlar, bizim mələklərimiz mücərrəd bir varlıqlardılar. Cisimdə ölürlər onlar. Cisim təsəvvür eləmiyorlar. Onlar ruha nazil olurlar. Onlar ruha nazil olurlar. O ruh da bütün mələklərin və o mələklərdən üstün olan ruhun nazil olan o şəxsiyyət ki, zamanənin imamıdır, onun da ruhu ona hazır olmalıdır. O ali bir dərəcədə olmalıdır, ali bir məqama çatmalıdır ki, o ruhları qəbul etsin. O da Qədr gecəsində mühəqqəq olur. Qədr gecəsində mühəqqəq olur. Mələklərin nazil olduğu gecədə insan, bəlkə belə misal verə bilər də, deyib, Peyğəmbər, biraz da məsələnin aydınlaşması üçün bu misalı deyə bilər ki, Peyğəmbər bir günləri öz səhabələri ilə bir yerdə idi, məsciddə idi, bir nəfər badiyə nişin deyirlər. Məsələn, heyvandarlıqla məşğul olan və yaxud da əkinçi ilə məşğul olan, bir qədər Qurandan, İslamın əvvəl günlərində idi, Qurandan xəbərsiz insan idi, gəldi Peyğəmbərin hüzünə, ya Rəsulullah, mən eşitmişəm, sən Allahın rəsulusan, Allah tərəfindən seçilmiş Peyğəmbərsən. Dedi ki, bəli, deyir, eşitmişəm sənə Quran nazil olub, bir, bəli.
Mənə Quranın ayələrindən, mənə Quranın ayələrindən Allah razı olsun. Mənə Quranın ayələrindən öyrətginə peyğəmbər öz ətrafında olan sahabelərdən birinə dedi ki, bu şəxsə Quran öyrədin. Apardı o peyğəmbərin sahabəsi ki, Quranı bilirdi, peyğəmbər ona Quranı öyrətmişdi. Apardı o şəxsə, o badiyə neşin, uzaqdan gələn bir adam ki, Mədinənin ətrafından gəlmişdi. Apardı ona Quran öyrətdi. 7-8 ayədən ibarət olan o surəni öyrətdi. İza zülzilətil ərzı zilzalaha və əxrəcətil ərzi əthqalaha gəldi. Bu yerə çatdı ki, fəmən ya'məl misqalə zərrətin xeyrən yerəh və mən ya'məl misqalə zərrətin şərrən yerəh. Tərcüməsi budur ki, hər kəs misqalın zərrəsi qədər, misqal kiçik, ən kiçik ölçü vahiddə, misqalın özünü bilirəm, misqalın zərrəsi qədər bir yaxşı bir iş görsə, onun nəticəsini ona göstərərik. Misqalın zərrəsi qədər pis iş görsə, onun nəticəsini göstərərik. Bu sözləri oxudu, bu ayələri, bu cümlələri dedi o şəxsə, gələn şəxsə. O şəxs bu sözləri eşidəndən sonra qayıtdı o peyğəmbərin sahabəsinə, dedi ki, bunlar Quran ayələridir. Dedi ki, bəli də, mən başqa şey demədi ki, peyğəmbər dedi ki, mən sənə Quran öyrədim. Dedi, əgər bunlar Quran ayələridirsə, mənə kifayətdir. Ondan sonra qalxdı, getdi, fidalaşdı, sağlaşdı, təşəkkür elədi, getdi. O səhabə gəldi peyğəmbərə bir növ şikayət kimi dedi ki, ya Rəsulullah, bu şagirdin bir qədər səbirsiz, bir necə deyim, hövsələsiz şagird çıxdı da. 7-8 dənə ayəni öyrəndi, üz götürdü, getdi. Peyğəmbər də hansı ayəni, hansı surəni öyrətdin ona? Bu surəni öyrətdim ona. Və mən ya'məl misqalə zərrətin xeyrən yerəh və mən ya'məl misqalə zərrətin şərrən yerəh. Peyğəmbər də bu ayəni öyrətdin ona, bu surəni öyrətdin ona. Dedi ki, bəli. Dedi ki, Peyğəmbər dedi ki, rəcəə fəqihən. Deyir, o Mədinədən ayrıldı, getdi öz yaşadığı yerə, sanki bir fəqih kimi qayıtdı. Yəni, tam sanki İslamı tanıdı, getdi. Bir Quran ayəsini dərk etmək, bir Quran ayəsini həzm etmək, bir Quran ayəsinin həqiqətinə çatmaq insanı inkişaf elətdirə bilər. Bu ayə kifayət elədir, dərxanə əgər kəsəz, یک kəlam bəsəz. Evdə əgər bir kəs varsa, bir kəlam da, bir söz də bəs eləyər insana. Qədr gecəsində bir ayənin həqiqətinə çatmaq, bir ayənin həqiqətinə çatmaq insana 80 il inkişaf elətdirə bilər, 80 il qabağa apara bilər. O ittisal deyirlər, yəni təvəssül eləmək, həqiqətən Qədr gecəsinin canı, Qədr gecəsinin həqiqəti İmam Zaman ağadır. Çünki o gecədə, Qədr gecəsində mələklər imama nazil olur və Allahın izni ilə müqəddərat o gecədə müəyyən olur. O müqəddəratı o gecədə zamanənin imamı İmam Zaman necə deyək, imzalayır. Allahın izni ilə, biiznillah o imzalayır. O gecədə insan bütün vücudu ilə təvəssül edə bilsə İmam Zaman ağaya, o qəlbində o işıq yarana bilsə, hətta neçə dəqiqədə o çatacaq o məqsədə çatmalıdır. 7-8 saat olur da, indi bilmirəm, bizi dəqiq hesablaya bilmirəm. Amma o əsas odur ki, ona çata biləsən. O görürsən, bəzən sim ki, bir-birinə deyməsə, işıq yanmır. İşıqdan insan istifadə eləmir. O əsas odur ki, o sim deyə bir-birinə. O sim deysə bir-birinə, ondan sonra görür ki, insan işıqdan bəhrələnə bilir. Əsas odur ki, insan o dəqiqədə həqiqətən təvəssül eləyə bilsin. Nə istəyək Allahdan biz Qədr gecəsində? Hacətimiz nə olsun Qədr gecəsində bizim? Biz Allahdan nə istəyirik? Biz hər şey istəyirik Allahdan. Allah bizi belə xərq eləyib. Hər şey istəyirik. Hər şey nə deməkdir? Hər şey istəyirik. Xeyr-i dünya vəl axirə. Xeyr-i dünya vəl axirə. İnsan əsas odur ki, İmam Zaman ağadan o bir nəfər tələbələrdən deyir, getdi böyük övliyalardan birinin yanına, Məşəddə İmam Rıza ağanın ziyarətgahında, hərəmində. Dedi ki, ağa, mən İmam Rıza ağadan gəlmişəm bura, nə istəyim ondan? O buna belə cavab verdi. Dedi ki, İmam Rıza ağadan gedi İmam Rıza ağanın özünü istəyinə. Ona təvəssül edinə ki, öz mərifətindən, öz məhəbbətindən mənim qəlbimdə qərar verginə. Biz Qədr gecəsində dünyavi, uxrəvi hacətlər, dünyadan gedənlərimizi dua eləyək, gələcək nəsillərimizi dua eləyək, bütün hacətlərimizi istəyək. Ən başlıcası budur ki, İmam Zaman ağanı tanımaq, İmam Zaman ağaya mərifət tapmaq. Ona görə böyük nailiyyətə çatan insanlar bu cür olublar. Bu elə-belə rəhbər deyildi, sıradan bir rəhbər deyildi ki, məsələn, siyasəti bilirdi, müdiriyyəti bilirdi. Belə tarixdə insanlar çox olublar, müdiriyyət bilsinlər, siyasət bilsinlər, nə bilim, özlərinin xüsusi bir bu cür hünərləri olsun, düşüncələri olsun. Bu ilə olmaz. O şəxs müvəffəq ola bilər ki, həyatda ki, İmam Zaman ağanı dərk edə bilsin, İmam Zaman ağa qəlbi yaxın olsun. O bizim şəhid Xamneyi ağa ki, Ayətullah Lüzma Xamneyi ağa ki, bu cür müvəffəq oldu o dövründə, hər bir baxımdan müvəffəqiyyətə nail oldu. Ona görə ki, qəlbi İmam Zaman ağaya yaxın idi.
Deyir, ən çətin vaxtlarda da hər hansı bir böhranlar, hər hansı bir tıxaclar yarananda, o düyünə açılmayan məsələlər yarananda ölkə səviyyəsində üz götürərdi, gələrdi Qum şəhərinə, orada Cəmkəran məscidinə gedərdi, İmam Zaman ağaya təvəssül edərdi. Belə insanlar bir dəqiqələri İmam Zaman ağadan qafil olmayıblar, qəlbləri çox yaxın olub İmam Zaman. Ona görə də bu qədər insanlar onun məhəbbətini qazandı. Əsas odur ki, insan Qədr gecəsində o qəflətdən, deyir, o Fars şairi belə deyir ki, yek nöqtə darət piş və pəs, əz iltifati kamili qafil və aqil mirəsəd. Bir dənə deyir, nöqtə oyan bir yan var. İndi ərəb dilini bilənlər bilirlər ki, qafil sözü ilə, qafil sözündə olan yek nöqtə darət piş və pəs, əz iltifati kamili qafil və aqil mirəsəd. Qafil sözünü aqil sözündən ayıran ərəbcə bilənlər bilirlər, bir dənə nöqtədir. O nöqtə yerbeyer olsa, məcazi mənada deyir, bir anda, bir dəqiqədə insan həqiqətən təvəssül etsə bütün vücudu ilə ağaya, İmam Zaman ağaya çatdı o yerlərə ki, gərək çatsın. Çatdı o yerlərə ki, gərək çatsın. Bir dənə mən qısa hadisəni deyirəm, ikinci xütbəmiz də tamam olsun. Allah rəhmət eləsin, alimlərimiz, ruhani qardaşlarımız bilirlər. Nəcəfdə böyük təqlid mərcələrindən olub biri Seyyid Əbülhəsən İsfahani ağa, təqlid mərcəyi olub. Allah rəhmət eləsin, Ayətullah Bəhçət ağa ona təqlid edilmiş. Yəni, Seyyid Əbülhəsən İsfahani ağa Ayətullah Bəhçətin təqlid mərcəyi idi. Zamanəsinin böyük təqlid mərcəyi. Onun dövründə Yəməndə Bəhrül Ulum adlı əhl-i sünnət alimlərindən biri məktub yazdı Seyyid Əbülhəsən İsfahaniyə ki, mən İmam Zaman ağa barəsində olan Quran ayələrini bilirəm. Mən onun haqqında olan hədisləri oxumuşam. Onun haqqında kitablarda yazılan məsələləri bilirəm. Amma mən istəyirəm o ağanı görüm. O şeyləri oxumuşam, yəqinlik çatmır mənə. Onun mübarək vücudunu görmək istəyirəm. Məktub yazıb, Yəməndən məktub yazıb Seyyid Əbülhəsən İsfahani ağa. Seyyid Əbülhəsən İsfahani ağa da Nəcəfdə oxuyur onun məktubunu çox itminanla. Bizim təqlid mərcələrimiz kimlər olur? Çox itminanla onun məktubuna bir cavab məktub yazır. Zamanənin imamını görmək istəyirsənsə, gəl Nəcəfə. Nəcəfdə mən İmam Zamanı sənə göstərərəm. Nəcəfə gedənlər bilirlər. Nəcəfdə bir böyük qəbristanlıq var, Vadi Səlam qəbristanlığı. Vadi Səlam qəbristanlığı. 6-7 milyon insan orada dəfn olub. Özü bir dənə istəmirəm haşiyə çıxım. Onun bir sözlər var. Müqəddəs bir qəbristanlıqdır, mötəbər, böyük tarixi olan, geniş tarixi olan, fəziləti olan bir qəbristanlıqdır. Orada bir gedənlər gediblər. Orada İmam Sadiq məqamı var. Orada İmam Sadiq məqamı var. Ora həm İmam Sadiq məqamı deyirlər, həm də İmam Zaman məqamı deyirlər. Deyir Seyyid Əbülhəsən İsfahani o Yəmənli alimə deyir ki, Bəhrül Ulum adlı alimə deyir ki, İmam Zamanı görmək istəsənsə gəl Nəcəfə. Gəlir Nəcəfə, oğlu ilə gəlir. Gəlir Nəcəfə, şam namazından sonra deyir ona ki, gedək orada Vadi Salam qəbristanlığına. Vadi Salam qəbristanlığında İmam Sadiq məqamına. Deyir, getdi İmam Sadiq məqamına. Orada belə görənlər nəql edirlər də, deyir Seyyid Əbülhəsən İsfahani daxil oldu o məqamın içərisində ki, bir məscid kimi bir orada tikinti var da, bir bina var. Daxil oldu ora. Bu gələn alim də, o Bəhrül Ulum da daxil oldu. Oğlu gəlmək istəyirdi, oğlu deyir, sən daxil olmazsan, sənlik deyir. Onlar içəri girirlər. İçəri girən kimi deyir, bir neçə dəqiqədən sonra işıqlandı deyir. İşıqlandı, neçə dəqiqə keçəndən sonra Seyyid Əbülhəsən İsfahani çıxdı o məscid kimi olan yerdən bayırlı. Oğluna deyir, get atom qəşr elədi, özündən getdi, özünə gətirgin onu. Deyir, bir günəş sanki burada göründü deyir. Deyir, mən İmam Zamanı gördüm burada. Ondan sonra özünə gəldi, qayıtdı, getdi Yəmənə. Yəni Seyyid Əbülhəsən İsfahani nəinki özü İmam Zamanı görür. O istəyəndə biiznillah, Allahın izni ilə, inayətlə başqalarına da göstərə bilir onu. Bizim təqlid mərcələrimiz belə olublar. İmam Zamanı bu cür tanıyıblar. İmam Zamanı bu cür bağlı olublar. Deyir, o Yəmənli alim, əhl-i sünnət alimi elə orada şəhadət verdi, Əhl-i Beyt məktəbini, şiəliyi qəbul etdi, qayıtdı, getdi, deyir, Yəməndə 3000 yoxsa 4000 insanı da Əhl-i Beyt məktəbinə qaytardı. Allahın verir izzət əzəmətinə xatir bizi İmam Zaman ağanı tanıyanlardan, İmam Zaman ağanın yolunda möhkəm dayananlardan qərar versin. Xudaya pərvərdigara sənə and verir izzət əzəmətin xatirinə, sənə and verir Peyğəmbər ali Peyğəmbərə xatir bizi bir dəqiqə, kəmtər dəqiqə özümüzə buraxma. İlahi pərvərdigara şəhidlərimizi, məxsusən bu yeni şəhidimizi, bu yeni ağamızı, şəhidlər ağası İmam Hüseyin əleyhissalamın ilahi pərvərdigara ayrı salma. O qara qüvvələr ki, İslam ümmətinə, əleyhinə çalışırlar, ilahi pərvərdigara onların pis planlarını özlərinə qaytar. Bu günləri o müqavimətçi döyüşçülər
Amerikanın, İsrailin əleyhinə döyüşürlər. İlahi Pərverdigara onlara nüsrət ver. İlahi Pərverdigara o düşmənləri zəlil elə. Onların zillətini bizə göstərtginə. Xudaya Pərverdigara sənə and veririk izzət-i əzəmətin xatirinə. Qəlblərimizi bir-birinə mehriban elə. İlahi Pərverdigara sənə and veririk Peyğəmbər alə Peyğəmbərə xatır. Bu cəmdə hər kəsin maddi, mənəvi, kiçik, zahiri, dünyavi nə hacətləri var İlahi Pərverdigara. O hacətləri bu mübarək aya xatır, bu mübarək ayda nazil olan Qurana xatır, bu ayın şəhidinə xatır İlahi Pərverdigara qəbul elə. Xəstələrimizə şəfa inayət elə. Günahsız zindanda yatan qardaşlarımızı tezliklə azad elə. Xudaya Pərverdigara o dualar ki bizim məsləhətimizədir, bizim haqqımızda qəbul elə. Bizi bu ayın bağışlanmışlarından qərar ver. Bu ayın qalan günlərindən, gecələrindən daha gözəl şəkildə, yüksək səviyyədə istifadə etməyi bizə nəsib elə. İlahi Pərverdigara bu ayın bütün füyuzatından bəhrə aparmağı bizə nəsib elə. Öz sevdiyin bəndələr və əta etdiyin xüsusi nemətlərdən bizə də inayət elə. Dualarımızın qəbul olması üçün Peyğəmbər alə Peyğəmbərə salavat zikr edək. Allahümmə salli ala Muhammed və alə Muhammed. Bismillahirrahmanirrahim.